Salam hörmətli izləyicilər, hər vaxtın xeyir olsun. Biləcəri qəsəbəsində 203 nömrəli marşrut avtobusunun dayanacağına yaxın 2.5 sot torpaq sahəsində şəxsi tikili həyət evi çıxıb satışa. Gördüyünüz bu həyət evidir. Baxaq həyətinə. Hal-hazırda burada təmir gedir. Qısa vaxtda yekunlaşacaq. Evin yan tərəfinə, arxa tərəflərinə keçmək olur. Baxaq buradan. Həyətinə baxaq. Bu hissədə bulaq yığılıb. Sanitar qovşaqdır. Həyətdə təmirli. Evin yan tərəfinə, arxa tərəfinə baxaq. Evin istilik sistemi bu hissədə quraşdırılıb. Kombi otağıdır bura. Hər mərtəbə üçün ayrıca buradan xətt çəkilib. Mərtəbə arası monolit betondur. Demək olar ki 4 monolit betonu var. Birinci mərtəbəyə baxaq. Bura birinci mərtəbəsidir, təmirlidir. Bura mətbəxdir. Burada iri otaq var. Qalxaq ikinci mərtəbəyə. Evin ilkin qiyməti təyin olunub 200.000 manat. Real alıcı olsa qiymətləndirmə olacaq. Bura ikinci mərtəbənin dəhlizidir. Bura mətbəxdir. Mətbəx, dəhliz, sanitar qovşaq istipoldur. Birinci mərtəbədə yataq otağıdır. Sanitar qovşaqdır. Duş kabineti içində yer ayrılıb. Bura qonaq otağıdır. İri qonaq otağı var. Pilləkənlər də betondan yığılıb. Buradan balkonlar çıxışı var. Üçüncü mərtəbənin dəhlizidir. Bura bir yataq otağı. İkinci yataq otağı. Üçüncü mərtəbənin sanitar qovşağıdır. Duş kabinetində yer ayrılıb burada. Üçüncü yataq otağı. Bura isə dördüncü yataq otağı. Əgər sizin də satışlı amaçınız varsa bizə müraciət edin. Qısa zamanda satışına kömək edək. Kanalımıza abunə olmağı unutmayın. Sağ olun, bu qədər.